Salam əziz abituriyentlər. 4 nömrəli sualın izahını təqdim edirik. Əlamətlərə əsasən iqlim diaqramını müəyyən edin. Verilmiş xüsusiyyətləri təqdim edilmiş diaqramlara uyğunlaşdırmalı, doğru cavabı tapmalıyıq. 1. Aid olduğu iqlim vilayəti daxilində yay aylarında irriqasiya işləri aparılır. Bura baxan kimi biz görürük ki, deməli bu iqlim vilayəti daxilində yağıntıların əksər hissəsi düşəcək qış aylarında, yay ayları isə quraq olacaq. Deməli, yağıntıların paylanmasında kəskin fərq müşahidə ediləcək. Bu diaqramın aid olduğu ərazilərdə dünyanın mühüm kurort turizm rayonları yerləşir. Aid olduğu iqlim qurşağında 4 fəsil müşahidə edilir. Verilən xüsusiyyətlərə əsasən mən belə görürəm ki, subtropik iqlim qurşağından söhbət gedir və subtropik iqlim qurşağının 4 tipi var bildiyimiz kimi. Və bu qış aylarında yağıntı düşür. Əsasən Aralıq dənizi iqlim vilayətində və Aralıq dənizi sahili ərazilər məşhur, yəni kurort turizm bölgələridir. Tarixi regionlardır. Həmçinin də əsrarəngiz təbiətə sahib olduğu üçün həmən ərazinin kurort turizm imkanları genişdir. Aid olduğu iqlim qurşağında 4 fəsil müşahidə edilir. Subtropik və mülayim iqlim qurşağı daxilində biz 4 fəsil müşahidə edə bilirik. Və verilmiş əlamətlərə əsasən biz müəyyənləşdirdik ki, bu xüsusiyyət subtropik iqlim qurşağının Aralıq dənizi iqlim vilayətinə aiddir. Aralıq dənizi iqlim vilayəti. 2. Aid olduğu iqlim vilayəti daxilində enliyarpaqlı meşələr təbii zonası geniş yayılmışdır. Deməli, mülayim dəniz iqlim tipi daxilində yayılmışdır. Enliyarpaqlı meşələr əsasən. İqlim diaqramının aid olduğu vilayət daxilində yağıntıların fəsillər üzrə paylanmasında kəskin fərq müşahidə edilmir. Mülayim iqlim qurşağı daxilində yağıntıların paylanmasında kəskin fərqin müşahidə olunmadığı iqlim tipi mülayim dəniz iqlim tipidir. Bu diaqramın aid olduğu iqlim vilayətində il boyu mülayim hava kütlələri hakimdir. Mülayim iqlim qurşağı daxilində ümumiyyətcə il boyu mülayim hava kütlələri hakimdir. Deməli, birinci xüsusiyyət subtropik iqlim qurşağının Aralıq dənizi tipinə, ikinci xüsusiyyət isə mülayim iqlim qurşağının mülayim dəniz tipinə aiddir. İndi verilmiş diaqramlara əsasən biz müəyyənləşdirməliyik ki, hansı diaqram subtropik iqlim qurşağının Aralıq dənizi vilayətinə daxildir, aiddir. Daha doğrusu, hansı diaqram mülayim iqlim qurşağının mülayim dəniz tipinə aiddir. İndi bunları ola bilər ki, biz imtahan zamanı unudaq və yaxud da xatırlaya bilməyək. Bu zaman əgər diaqramı əzbər biliriksə, seçməyimiz daha rahat olacaq. Yox, əzbər bilmiriksə, diaqram üzərində təhlil iş aparmalıyıq. Gəlin baxaq. Deməli, birinci diaqram biz baxan kimi görürük ki, yağıntıların miqdarı bərabər paylanır. Temperaturun gedişinə əsasən biz qeyd edə bilərik ki, bu iqlim diaqramı ekvatorial iqlim qurşağına aiddir və yağıntıların miqdarı da bunu deməyə əsas verir bizə. İkinci iqlim diaqramı temperaturun gedişinə əsasən müəyyənləşdiririk ki, şimal yarımkürəsinə aiddir. Çünki iyun, iyul, avqust aylarında temperatur daha yüksəkdir. Şimal yarımkürəsində həmin aylar yay fəslidir. Və yağıntıların əksər hissəsi yay fəslində düşür. Yağıntıların miqdarına əsasən və temperaturun gedişinə əsasən müəyyən edirik ki, bu diaqram subekvatorial iqlim qurşağına aid diaqramdır. Subekvatorial. Bu iki variant bizə lazım deyil. Üçüncü diaqrama baxırıq. Üçüncü diaqrama əsasən biz müəyyən edirik ki, şimal yarımkürəsinə aid iqlim diaqramıdır. Yağıntıların əksər hissəsi qış fəslində düşür. Ancaq temperaturun gedişinə əsasən
Biz deyə bilərik ki, bu iqlim diaqramı Aralıq dənizi iqlim qurşağına vilayətinə daxil deyil, aid deyil. Belə ki, Aralıq dənizi iqlim vilayətində temperaturun illik gedişi 5-25 dərəcə arasında dəyişir. Müsbət 25 dərəcə arasında dəyişir. Biz burada bunun tam əksini görürük. Yəni burada temperatur yay fəslində daha yüksək, qış fəslində isə daha az müşahidə edilir və o cümlədən yağıntıların miqdarı da azdır burada. Ona görə bu iqlim diaqramı bizə lazım deyil. Dördüncü iqlim diaqramında görürük ki, şimal yarımkürəsinə aid iqlim diaqramıdır. Temperaturun gedişinə əsasən biz qeyd edə bilərik ki, bu Aralıq dənizi iqlim vilayətinə aid diaqramdır. O cümlədən yağıntıların gedişinə əsasən biz baxırıq ki, yağıntıların əksər hissəsi qış fəslində düşür. Çünki dekabr, yanvar, fevral ayları şimal yarımkürəsində qış fəslidir. Və biz də görürük ki, həmin aylarda yağıntının miqdarı daha çoxdur, yay aylarında isə yağıntı miqdarı daha azdır. Dördüncü diaqram Aralıq dənizi iqlim vilayətinə aid diaqramdır. Bizə lazım olan diaqramlardan biri budur. Beşinci diaqram, görürük ki, burada yağıntıların paylanması fəsillər üzrə, aylar üzrə kəskin fərqlənmir, fərq azdır. Deməli, mülayim dəniz iqlim tipinin daxilində temperaturun gedişi, deməli, qış aylarında müsbət 4-6 dərəcə Selsi, yayda isə 17, müsbət 18 dərəcə Selsi arasında dəyişir və temperaturun gedişinə əsasən biz qeyd edə bilərik ki, bu diaqram mülayim dəniz iqlim tipi üçün xasdır. Mülayim dəniz iqlim tipinə aiddir. Burada görürük ki, temperaturun gedişinə əsasən görürük ki, diaqram şimal yarımkürəsinə aiddir. Ancaq yağıntıların əksər hissəsi yay aylarında düşür. Bu deməli musson rejimli ərazilər üçün xasdır. Və yay aylarında yağıntıların əksər hissəsi yay aylarında düşür. Qış aylarında isə yağıntı miqdarı daha az düşür. Bu diaqram bizə verilmiş xüsusiyyətlərlə üst-üstə gəlmir, uyğunlaşmır. Ona görə bu diaqram da bizə lazım deyil. Deməli, subtropik iqlim qurşağının Aralıq dənizi vilayətinə aid olan diaqram, yəni birinci xüsusiyyətə aid diaqram 4. Mülayim iqlim qurşağının mülayim dəniz tipi üçün uyğun olan diaqram isə 5-ci diaqramdır. İkinci xüsusiyyət üçün 5-ci diaqram. 1-ə 4, 2-ə 5. Doğru variant Y variantı.